Bakı Dövlət Peşə Təhsili Mərkəzində qısa müddətli təlimləri uğurla başa vuran məzunlara sertifikat təqdim olunub. Ümumilikdə 121 nəfərə dövlət nümunələri sertifikatlar verilib. Təlimlər logistika operatoru, avtomobil diaqnostikası, kiber təhlükəsizlik üzrə mütəxəssis də daxil olmaqla 42 ixtisas üzrə aparılıb. 2025-ci ildə, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində təlimlərə 1015 nəfər cəlb edilib. Peşə təhsilinin olan ehtiyac günü-gündən dəyişir və bu mənada kadr ehtiyacının qarşılanmasında, çevik qarşılanmasında peşə təhsilinin rolu və önəmi çox böyükdür. Bundan başqa olaraq mən bir məqamı da qeyd edərdim ki, bizim eyni zamanda peşə təhsilinin keyfiyyətin artırılması, məzmun istiqamətində yeniliklərimiz də, tədbirlərimiz də mövcuddur. Bu yeniliklərə uyğun olaraq mən vurğulayardım ki, bizim hər il 15 nəticə əsaslı təhsil proqramının hazırlanaraq bu proqramlar üzrə peşə təhsili müəssisələrində kadr hazırlığının aparılması tərəfimizdən həyata keçirilir.